Salut pe toată lumea! Sunt Shana Mirzeva. Sunt student în anul 3 la Facultatea de Relații Internaționale și Management at Universitatea de Limba din Azerbaycan. Studiez limba română. Herkese salamlayıram. Ben Şehane Mirzeyeva. Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsiyəm. Beynəlxalq Münasibətlər və İdarəetmə Fakültəsi üzrə oxuyuram. Hal-hazırda Rumun dilində tədris alıram. Kamil Petrescu. Romancier, dramaturg, filozof și poet. Kamil Petrescu, yazıcı, filozof ve dramaturg. Kamil Petrescu a fost un romancier, dramaturg, doctor în filozofie, novelist și poet. El pune capăt romanului tradițional și rămâne în literatura noastră în special ca inițiator al romanului modern. Kamil Petrescu yazıcı, dramaturg, felsefe doktoru, kısa hikaye yazıcısı ve şair idi. Ənənəvi romana son qoyur və ədəbiyyata yeni bir baxış açısı gətirərək müasir romanın təşəbbüskarı olur. Sia realizat studiile liceale de colegul Sfantul Sava la Liceul Gheorghe Lazar, iar studiile superioare la Universitatea București, cursul Facultate de Filosofie și Litere. Debutează în revista Facia în anul 1240 cu articolul Femeile și fetele de azi cu denumeria de Raul. Orta məktəb təhsillərini Sfantul Sava Kollecində, Gheorghe Lazar Liseyində və daha sonra Buxarest Üniversitetində davam etdirərək bitirmişdi. 1914-cü ildə Facia jurnalında Raul adı ilə Bugün Qadın və Qız məqaləsi ilə debüt etmişdi. Între 1218 participă ca ofițer la primul război mondial, iar experiența trăiată acum se registrește în Romul, ultima noapte de drogasta, întâia noapte de război. În 1217 mobilizat și pleacă pe front, unde e rănit, se pierde auzul între o ureche, capturat și plasat într-un lagar german. Ambianța războiului vă intră de asemenea în roman. În 1218 va fi eliberat din lagărul german, revenind la București. În 1239 este numit directorul Teatrului Național din București, unde va rezista doar 2 luni, iar este ales membru al Academiei România. Moare la 40 mai 1257 la București. 1916-1918 illərdə 1-ci Dünya Müharibəsində bir zabit olaraq çıxış etmişdi, iştirak etmişdi və orada təcrübələr qazanaraq Sevginin son gecəsi, 1-ci Dünya Müharibəsi gecəsi romanını yazmışdır. 1916-cı ildə səfərbər olmuş, daha sonra cəbhəyə getmiş, burada eşitməsini itirmişdi. Daha sonra əsir düşmüş və Alman düşərgəsinə yerləşdirilmişdir. 1918-ci ildə Alman düşərgəsindən sərbəst buraxılaraq Buxarestə qayıtmışdır. 1939-cu ildə Buxarestdə Milli Teatrın direktoru təyin edilmiş, burada cəmi 10 ay davam etmişdi. 1947-ci ildə isə Rumıniya Akademiyasının üzvü seçilmişdir. 14 may 1957-ci ildə Buxarestdə vəfat etmişdi. Kamil Petrescu este recunoscut pentru conceptele sale estetice și motivele literare abordate. Este recunoscut pentru operele Ultime noapte de dragoste, Întâi noapte de război, Patul lui precoce și Un om între oameni. Kamil Petrescu estetik anlayışlarıyla və ədəbi motivləri ilə tanınır. Sevginin son gecəsi, müharibənin ilk gecəsi, Prokostun yatağı və kişilər arasındakı bir adam əsəri ilə dünyada tanınmışdır və günümüzə qədər də bir çox oxucu tərəfindən dəyərləndirilir və sevinir. Diqqətinizə görə təşəkkür edirəm. Multimesk.